Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Pensiyaların ödənişi zamanı pensiyaların artımları ilə birlikdə ödənilməsi nəzərdə tutulur. Xəbərə doğru xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimai Əlaqələr şöbəsindən bildirilib. Qeyd olunur ki, hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin sərəncamının imzaladığı gözlənilir. Belə ki, həmin sərəncamla Dövlət Statistika Komitəsinin ölkə üzrə orta aylıq nominal əmək haqlarının artım göstərisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari ili həmin qədər artırılması həyata keçiriləcək. Məlumat üçün bildirək ki, indeksləşdirilmə ötən illərdən fərqli olaraq yeni mexanizmlər həyata keçiriləcək.